Məscidlərin üzərinə yazılmış Quran-ı Kərimin ayələri var idi. Peyğəmbərimizin hədisləri var idi. Şuşa məscidində üzərinə yazılıbdı, Ağdam məscidində üzərinə yazılıbdı. Dolayısıyla onlar da işğal altındaydı, o dəyərlərimiz. O dəyərlər uğrunda canlarını qurban verdilər və bunu sevə-sevə etdilər. Və bu dəyərlər uğrunda qurban vermək, özlərini fəda etmək onlara bir zirvə qazandırdı, şəhidlik zirvəsi və özləri qazandığı kimi təbii ki, onları yetişdirən ata var, ana var, böyüdən ailə var ki, biz həm digər şəhid ailələrində bunu görürük. Necə Allah onları seçibsə, təbii ki, boşuna seçilməyib. Onlar üçün bir zəhmət çəkilib, onlar üçün bir tərbiyə verilib, onlar üçün vətən sevdirilib, onlar üçün o dəyərlər aşılanıb ki, onlar sevə-sevə bu işi etdilər, sevə-sevə getdilər. Yəni, heç bir şəhidin məcburi aparıldığını görmürük, heç bir şəhidin bu işi məcburi etdiyini görmürük. Zaten yəni, bu iş məcburi olmuş olsaydı, Allah onlara onu nəsib etməzdi. Yəni, qazilərimiz də şəhid qədər əzizdir, onlar da canlı şəhidlər sayılır. Yəni, bunu deməkdə kimisi Quranda ayədə də deyilir, kimisi şəhid oldu, kimisi də o yola getmək üçün niyyətləniblər, yəni arzusundadılar. Amma Allah onları seçdi, şəhid etdi, digərləri yaralandı, qazi oldu. Yaralı qazilərimiz də məhşər günü Allahın huzuruna gələndə yaralarından qan axaraq gələrlər. O qan cənnət əhli üçün müşk və ənbər ətri verər. Yəni, bunlar həqiqətən çox dəyərli işlərdir. Biz deyirik, Allah yolunda öldürülənlərə ölü deməyin, Quranın ayəsini xatırlayırıq. Necə ölü deməyək? Allah deyir, demə, ölü demə. Diridirlər. Demək ki, diridirsə, arxasında sizin ağlınız bunu dərk etməz. Ümumiyyətlə, cənnət deyilən bir yerdən Allah Quranda bəhs edir. Orada çaylar var, sular var, bağlar var, bağçalar var. Arxasında buyurur ki, cənnət deyilən yer sizin ağlınızın fövqündə dayanır. Yəni, siz ağılla durub cənnəti təsəvvür eləyəsiniz, təsəvvür eləyə bilməzsiniz. Məsələn, Kövsər hovuzu ilə bağlı bəhs olunur ki, süddən ağdır, baldan şirindir. Baldan şirin nəyi xatırlaya bilərik? Xatırlayacağımız bir nemət yoxdur. Süddən ağ nəyi xatırlaya bilərik? Amma bu bizim bir təsəvvürümüz yaransın deyə Allahın Rəsulu bunu bizə bu cür bir xarakterizə edir və ya Quran-ı Kərim ayəsi bizə cənnəti o cür xarakterizə edir. Əslində bizim istəyimiz Allahın rizasını qazanmaqdır. Şəhidlər Allahın razılığını qazanmaq üçün bir yola çıxdılar. Həzrət İmam Hüseyin əleyhissalam Seyyid-ü Şəhədə sayılır, şəhidlərin seyidi, ağası. Yola çıxarkən etdiyi bir dua var. Allahım, mən bir yola çıxıram. Babası Həzrət Muhammed sallallahu məzar üzərində dua edir. Allahım, mən bir yola çıxıram. Mənim istədiyim yox, mən öz istəyim çox şey istəyə bilərəm. Bu yolda səni razı salacağım nədirsə, onu mənə nəsib et. Yəni, sən nədən razı qalarsansa, onu mənə nəsib et. Bu ocaqdan, bu ailədən fürsət bilərək digər şəhid ailələrinə, şəhid atalarına, şəhid analarına bunu demək istəyirik ki, həqiqətən də onlar seçilmişdilər, onlar arzularına çatıblar, onlar istəklərinə çatıblar. Allah Rəsulunun dövründə bir səhabə olur, həmişə az yaşlı uşağı ilə gəlir məscidə. Bir neçə vaxt olur, Allah Rəsulu bunu görmür. Soruşur ki, bəs bizim o qardaşımız hardadır? Deyirlər ki, ey Allahın Rəsulu, onun uşağı xəstələndi, sonra da dünyasını dəyişdi. Biraz elə bir insanlardan küskünlük yaranıbdır, çox cəmiyyət içərisinə çıxmır. Allah Rəsulu deyir, bəs mənim nə üçün bundan xəbərim yox, niyə mənə deməyibsiz? Gəlin gedəyin o sahabəmizi ziyarət edək, qardaşımızı ziyarət edək. Allah Rəsulu və sahabələr bircə gəlirlər həmin şəxsin yanına, Allah Rəsulunu görür, qalxır ayağa, salamlaşır. Allah Rəsulu ona sual verir. Deyir, istəyərdimmi sənin övladın yaşasın, böyüsün, boya-başa çatsın, işləsin, bir iş-güc sahibi olsun. Sən də onun dünyada mənfəətini əldə eləyəsən, dünyəvi mənfəətini əldə eləyəsən. Və yaxud da ikinci seçim qoyur Allah Rəsulunun qarşısına. Yaxud da dünyadan köçüb, sən və onun anası cənnətə girmək üçün can atır, cənnətin hansı qapısına əl atırsa, o övladı ata-anasından qabaq o cənnətin qapısını açır ki, ata-anası cənnətə girsin. Həmin sahabə Allah Rəsulunun verdiyi mesajı anlayır. Buyurur ki, ey Allahın Rəsulu, təbii ki, biz bu dünyada əbədi deyilik. Bu dünya fani dünyadır. Həqiqi dünya, həqiqi aləm o biri gedəcəyimiz yerdir ki, mən də istəyərəm cənnətə gedərkən övladım məndən əvvəl o qapını açsın, mən də anası da cənnətə girək. Allah Rəsulü buyurur ki, Allah sənə istədiyini verdi. Sahabələr sual edir, deyir ki, ey Allahın Rəsulü, bu yalnız bu səhabəyə mi aiddir? Yoxsa digər insanlara da bu şamil olunur? Allah Rəsulü buyurur ki, qiyamətə qədər
hər hansı ata, hər hansı ana övladı az yaşında dünyasını dəyişərsə və yaxud da şəhid olarsa, o ata, o ana Allaha üsyan etməz, səbr eləyər, dua eləyər, Allahın istədiyi kimi həyat yaşayarsa, qiyamətə qədər gələcək ümmətindən kim olursa olsun, bu dediyim ona da şamil olunur.